Salam, kanalıma ve videoma hoş gelmişsiniz. Yeni bir vloga başlayıram. Ramazandan bir günümü size təqdim edirəm. 05-07 falandı. Sahura durmuşam. 05:59'da sahurumu bağlamalıyam, yəni orucumu bağlamalıyam. İndi isə sizlərə bir yerdə vaxt itirmədən gedirik əl üzümü yumağa. Daha sonra nə edirəm? Daha sonra sahur eləyirəm. Sahurda mən çox şey yeyə bilmirəm. Yəni ümumiyyətlə mən səhər yeməyi yemirdim. Arada bir yerdim. Vlog çəkəndə yerdim məcbur ki, video maraqlı alınsın. Tost eləmək fikrim var. Qəşəng olar. Tost eləmək fikrim var. Belə. Gedək. Əl üzümüzü yuyaq. Daha sonra tost hazırlayırıq. Kanalıma abone olup videoma like atmayı unutmayın. Artık geldim. Hamam otağındayım. İndi isə əl üzümüzü yuyaq. Mətbəxdəyəm, indi isə keçirəm özümə tost hazırlamağa. Dostlar, artıq səhv eləmirəmsə Ramazanın 5-ci günündəyik. Necə gedir? Heç çətinlik çəkirsiniz. Əslində mən heç bir çətinlik çəkmirəm. Sadəcə dünən çətinlik çəkdim. O da bilirsiniz niyə? Çünki sahura durmamışdım. Əslində mən çox vaxt sahura durmuram. Sadəcə vlog çəkdiyim vaxtlar sahura dururam. O da yatıb qalıram, görürsünüz vloglarımdan. İftarda tomat çox yemişdim. Tomatlı yeməyi çox yemişdim. Ona görə qalxanda dünən çox susamışdım da, yəni həddindən artıq. Yox, sıraha gün olmalıdır məncə. Bir dənə onda çətinlik çəkdim, o da 1-2 saat keçib getdi. Belə. Sizdə necə keçir? Heç çətinlik çəkirsiniz orucu olanda. Nə bilim, mənim oruç tutmaq hobbim olub da, yəni çox sevirəm. Bilmirəm niyə, amma çox sevirəm oruç tutmağı. Dostlar, yine hamam otağındayım ve orucumu bağlamak için geldim dişlerimi fırçalamağa. Ege. Telefonu dağıttım. Belə. Məncə fırçamı dəyişməliyim. Bugün yeniləyərik. Dur, 9 olmalıydı, səhv eləmirəmsə 10 dəqiqə falan qalıb. Mən hər ehtimal su içeyim.
sonra bu videonun başlığına Ramazana ait qısa bir video qoymaq istəyirəm. Onun montajlarına başlayacağım. Yəni elə bir şey düzəltmək istəyirəm. Belə. Bu arada onu da qeyd edim ki, iftara kimi məndən olacaqsınız. Yəni iftara kimi nə edirəm, hamısını sizlərlə bölüşəcəm. Çok sevirəm ki, istedim biraz bu paltardan qalım. Saat 7'ye işləyib 10 dəqiqə yatmayacağım təbii ki, çünkü ben yatsam məktəbə gedə bilməyəcəm, yatıp qalacağım. Dediyim kimi, video düzəldəcəyik biz, Ramazana ait video düzəldəcəyik videonun başına qoyma. Onu hazırlayaq. Çantamı yığıram, məktəb çantamı, dərs cədvəlini bir yerdə eləyək. İndi geçək bir dənə musiqi açıb makyaj eləmək. Makyaj deyəndə yəni məktəbə hazırlaşmaq. Üzümə nemləndirici falan çəkəcəm. Mən makyaj eləməyəcəm, özünüz görəcəksiniz. Narahat olmayın. Neysə belə. Bu arada saat neçədir? Saat 06:43'dür. Neysə, indidən başlayaq hazırlaşmağa. Hazırlaşmamı bitməzdən əvvəl kompüterdə işim var, onu həll edəcəm. Siz də baxın. Dostlar, bununla da kompüterdə işim bitdi. İndi isə keçirəm hazırlaşmağa. 7'ye 12 dəqiqə qalıb. 06:48'dir saat. Bu arada
arada mən bayaq təheccüd namazı qıldım. Bir də ibadət elədim, zikir falan saydım, dua falan da elədim. Təheccüd namazında səhv saldım. Dedim ki, daha eybi yox, imsakdan sonra qılaram. Durandan sonra yadımdan çıxdı, yemək yeyəndə yadıma düşdü. Ondan da dedim ki, həll edeyim səhuru. Orucumu bağlayayım, ondan sonra təheccüd namazı qılaram. Amma təheccüd namazını sübh namazından əvvəl qılmalısınız da. Gecə namazıdır elə bil ki bu. Mən təəssüf ki, eləyə bilmədim bugün. Eyb yox. Dedim bugün olar. Dedim bugün olar. Buna baxaq. İrşad sənə uyğun. La Roche-Posay lipid karbazanı Yeter ya. meyilli deriler için günde bir istifade. Ay bu çox qəşəngdir. Neyse dostlar, indi isə siz tez-tez baxacaqsınız. Mən də o ara hazırlaşacağam. Amma öncəliklə məktəb formamı geyinməliyəm. Belə. Dostlar artık hazıram. Sadece bu çolkan biraz əsəblərimdən oynayır. Çünkü baxın belə il qalır. Neyse buna göre ütü yandırmaq istəmirəm. Neyse belə. Ətir. Bu arada ətir vurmaq orucu pozmur. Qətiyyən pozmur dostlar. Xahiş edirəm mən belə şeylərə görə linçləməyin. Çünkü ben her şeyi araştırıp tam aydınlığıyla yerine getiririm. Aydınlığıyla yerine getiririm. Bu arada bayaq çantama kalonka koydum. O kalonkanı koymakta məqsədim tədbirə məşq edirik. Yəni odur, başqa heç nə yoxdur. Belə. Saat neçədir? 07:09. Hadi bu saçım biraz deli oldu ama neyse. Bir yok dedim bugün o. Söz deməşib. Belə, biraz telefona baxıram, ondan sonra da evdən çıxıram. Mən artıq evdən çıxıram, sizi də buradan öpdüm. Bir də məktəbdən gələndən sonra yenidən görüşərik. Özünüzə yaxşı baxın. Artıq məktəbdən gəlmişəm, indi isə mağazaya gedirəm mama ilə. Cepiş. Çiçi. Ay çiçi bana çok gitti de bebeydi bebe. Bana da bebeydi bak. Hayarsız. Dostlar artıq evdəyəm. İndi isə veşləri falan yerləşdirəcəyik bərabər. Burada mama görün neyini piraşki. Piraşki da bu. Mən belə. Hə.
Bizə baxın. Heh. Femida məndədir. Mama iftar hazırlayır. İşə getməyib deyə bugün iftar mamadır. Yani mama hazırlayır. Gedib görək neymiş. Deməli artıq 5 dəqiqə qalıb azanın çəkilməsinə. Mənim də süfrəm hazırdır. Yəni yeməklər falan hazırdır deyə bilirəm. Yəni belə bir şey. Çox qəşəng. Qaqa şimdi getdi çörək almağa, onu gözləyirəm.